10 Mart Milli Teatr günüdür. Azərbaycan teatrının yaranmasının 152-ci il dönümü qeyd olunur. Teatr aktyoru olmaq təkcə peşə deyil, bu bir həyat tərzidir. Səhnəmiz daim işıqlı olsun. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 10 Mart Milli Teatr gününə həsr olunmuş təntənəli bayram tədbiri və teatrın bölgə teatrlarının Bakı premyerası layihəsinin bağlanış mərasimi keçirilib. Gecədə dünya şöhrətli gürcü rejissoru, Gürcüstanın Şota Rustavella adına Milli Teatrının bədii rəhbəri Robert Strua və teatrın direktoru Georgi Tevzadze və bir sıra tanınmış mədəniyyət və insaniyyət nümayəndələri iştirak edib. Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Dövlət Rəqs Ansamblı çıxış edib. Rəqs nömrəsi bitdikdən sonra ekranda Akademik Milli Dram Teatrının son teatr mövsümündəki fəaliyyətini əks etdirən videoçarx nümayiş olunur. Tədbirdə çıxış edən Mədəniyyət Naziri Adil Kərimli diqqətə çatdırıb ki, teatrın tərbiyəvi təsiri böyükdür. Eyni zamanda Azərbaycan incəsənətinin təbliğində danılmaz rola malikdir. TV1-in efirindən istifadə edərək həmkarlarımı təbrik edirəm. Bizi dinləyənləri, bizə dəyər verənlərin hər birini ürəkdən təbrik edirəm. Teatr əbədi yaşar bir sənətdir və sənət də olacaq. Sağ olun, təşəkkür edirəm. Biz teatr xadimləri üçün bu böyük bir bayramdır. Bütün Azərbaycanın teatr xadimləri birlikdə birləşir. Mən bir rejissor kimi həmişə çalışıram ki, martın 10-unda ən yaxşı tamaşalarımı tamaşaçılara göstərim və bayram biz üçün ona görə önəmlidir ki, biz həmişə dövlət tərəfindən yad oluruq, bizi adı nədir, dövlət tərəfindən qiymətlənirik. Fəxri adlar alırıq, fəxri pensiyalar alırıq. Ona görə bu bayrama görə bütün teatr xadimlərini, teatr işçilərini ürəkdən təbrik edirəm. Aktyorların, rejissorların, bütün teatr işçilərinin bayramıdır. Öz həyatını teatra həsr eləmiş, Azərbaycan mədəniyyətinə həsr eləmiş insanların bayramıdır. Bu münasibətlə Respublikamızın ən gözəl teatrlarından birinə, belə deyək də, ana teatrına yığışmışıq. Burada bizim teatrımızın yubileyini, ad gününü qeyd edirik. İnşallah elə bilirəm ki, Azərbaycan teatrı inkişaf yolundadır, inkişafdadır. Yaxşı kollektivlərimiz var, həm rayonda, həm şəhər mərkəzində. Çox maraqlı tamaşalar var, çox maraqlı layihələr var. Elə bilirəm ki, Azərbaycan teatrı bu gözəl günə, bu gözəl bayrama öz tamaşaçıları qarşısında alnı açıq, üzü ağ gəlir. Hamınızı təbrik edirəm. Hamınıza can sağlığı arzulayıram. Tanınmış gürcü rejissoru Georgi Tevzadze diqqətə çatdırıb ki, iki millətin, iki xalqın dostluğu tarix boyunca əlamətdar hadisələrdən biri olub və bu birlik daim sarsılmaz bağlarla möhkəmlənib. Daha sonra bölgə teatrlarının Bakı premyeraları layihəsinin yekun nəticələri açıqlanıb. Çox gözəl bir gündür, bizim teatrımızın günüdür, teatr bayramıdır. Hesab edirəm ki, teatra öz fərasətini, qabiliyyətini, istedadını verən hər bir insanın bayramıdır. Eyni zamanda tamaşaçılarımızın bayramıdır. Bu gözəl bayram münasibətlə hamını, teatra məhəbbəti olan hər bir adamı təbrik edirəm. 150 ildən çoxdur ki, Azərbaycan teatrı yaranıb, çox keşməkeşli illər görüb, çox uğurlu illər görüb və bugün əgər 150 ildən çox Azərbaycan teatrı varsa, demək bu keşməkeşli illər
bu uğurlar öz bəhrəsini verir. Milli Teatr günüdür. İstərsəməz səhər durandan onu hiss eləyirik. Sanki düşünürük ki, bax biz ömrümüzü boş-boşuna sərf eləməmişik. Bir belə tamaşaçı məhəbbəti, ürəyimiz hərə o insan xoşbəxtdir ki, o öz istədiyi sənətdə olur. O işdə işləyir. Bugün mən özümü xoşbəxt sayıram. Azərbaycan teatrına fədakarlıqla xidmət edən sənətkarlarımız Teatr Xadimləri İttifaqının sədri, xalq artisti, dövlət mükafatı laureatı Hacı İsmailov tərəfindən mükafat və diplomlarla təltif olunublar. Mən bu günləri sırf Azərbaycan Teatr Xadimləri İttifaqının belə müavini kimi iştirak edirəm. Yəni bizim 44 nəfər bölgələrdən olan, regionlarda olan teatrlardan olanların biz hədiyyələr təqdim edəcəyik, medallar təqdim edəcəyik, Qızıl Dərviş mükafatı təqdim edəcəyik. Yəni insanları sevindirəcək. Ana teatrda çalışdığım bu illərdə bir-birindən maraqlı surətlərdə çıxış eləməyimlə tamaşaçıların qəlbinə yol tapmışamsa, bu mənim üçün doğrudan da böyük bir sevincdir. Bugünkü sevincə hamımız bir-birimizə qarşı daha da böyük məhəbbətlə yeni tamaşalarımıza hazırlaşırıq. Bizim borcumuzdur bugün Azərbaycan teatrını inkişaf elətdirmək, yaşatmaq, gələcək nəsillərə yaxşı bir teatr ötürmək. Mən bütün Azərbaycan, həm Azərbaycan xalqını, həm Azərbaycan xalqının böyük sənətsevərlərini, sənətkarlarını, bütün teatr əhlini, incəsənət adamlarını, hamısını ürəkdən təbrik edirəm ki, bugün bizim teatrımızın gözəl bir ad günüdür. Tədbir xalq artistləri Samir Cəfərov, Brilliant Dadaşova və digər sənətçilərin ifa etdiyi musiqi nömrələri ilə davam edib. Sara Nəsirova, Sahib Səfərov, TV1.